Salamlar dostlar, necəsiz? Yəqin yaxşılar video başlayan ki bunlar sonra danışılır da biraz səsdən açıq. Hər kəsə salamlar dostlar, necəsiz? Yəqin yaxşılar. Bu gün də sizlərlə birlikdə yeni bir bölüm və yeni bir video ilə PUBG videosundayıq. Uşaqlar bu gün hamımdan izləmədən çıxdı. Bu gün nə edəcəyik? M762 ilə win almaq serisinin davamını çəkirəm. Bu M700-ü çox əvvəllər demişdiniz. Səslər məkatsıq eləmir. 20'ye salaq. Harbi mi? Ona salaqlar bir dəqiqə uşaqlar. Yenə həminki yerimizdən başlayırıq və çəkə ora bir bot düşür. Elə o bot tərəfə düşək. Aha, burada bir bot düşdü. Bunlarla məncə bıçaq fight eləyib nəsə. Elə bunların killərini götürək. O bir tərəfdə biri düşdü. Ay Allah, bu silah tapmasın. Əla. Bir botumuz buradan gəldi. Özüm də uşaqlar tərfim açısındayım. Yəni bir dənə bunu atım. Özüm tərfim açısındayım. Yəni həm videoya görə yəni uzaq yerlərdən oynamalıyam. Həm də ki tərfim açısına görə. Burada bot hara getdi? Bura getdi yoxsa hara? Bir baxmaq istəyirəm, nəysə. Bura əslində çox adam gələcək. Mən buradan biraz lootumu eləyim, sonra çıxıb gedəcəm arxa tərəflərə. Yəni alanın verməsini gözləyəcəm daha çox. Aha. DP'mizi tapdıq. Bizim ehtiyacımız olan M762'dir. Nəysə, bu silahları yığaq. Güllələri falan yığaq. M762 lazımdır. M-A-idi, M4. Nədirsə, yəni mən məsələn M762 ilə win almağa çalışıb. Keçən bölüm mən M416 tapanmırdım. Buna basıraz M416 gəlir. Buradan acilə. Həmin vallahi. Bu elə bir ki, mənim qəssimə durubdu da bu oyun. M762 tapım mən buralardan, tapanmasaq da marketdən alacağıq məcbur. Həm də oyun da biraz kasır. Yəqin ki bu bota görə adam var. Adamdır ya botdur. Mən çünki bu silahlarla vuramayacağam. Risk eləyirəm. Botdur, oy zibil. DBS-i var. Bu bizə bir dənə vursa çak gedəcək. Oy zibil. Geçək. M700 var. Deyəsə M700 var. Ayda. Neyisiymiş. Onda bunları yığaq. Bizə bir dəqiqə M762 lazımdır. Bayaq bizim gördüyümüz botdur bu. Burada başqa silah yoxdur. Eyb olmaz. Mən onda M762 tapım. Sonra videonu açarım. Tərfim açında olduğum üçün bəlkə də bura adamlar düşübdür. Hətta məncə də düşüblər. Çünki bura bu qədər sakit ola bilməz. Qapıları falan baxım görüm. Açıq olan qapılar varmı? O neydi? Oba, buranın qapısını yox, açıq deyil. Ya da adam heç düşməyibdir. Bunların səsini tam alacam. Bunlar məni narahat eləyirlər. Mən bir tərəfdə oba 3 səviyyə yelək falan tapdıq. Hələ də yəni M7. Mən niyə video çəkəndə bu istədiyim silah qabağıma çıxmır? Çox maraqlıdır da yəni. Həmişə olur. Yəni videonun şeyinə baxmır da, həmişə elə olur da. Yəni uşaqlar, bundan sonra sizi də yanıma alacağam. Siz də gələsiniz videolara. Əgər yəni istədiyiniz bir silah varsa həm yoruma yaza bilərsiniz, həm də ki yəni aidiniz falan yaza bilərsiniz. Lap mən yorumlara aidimi qoyacağam. Oradan gəlib mənlə bir yerdə PUBG videolarında yer ala bilərsiniz uşaqlar. Yəni bir dəqiqə məsələn ateşləşmədən gəldi adamlar. Onun yerini siz ala bilərdiniz də. Təyyarəymiş bomba falan yığdım. Pulum əslində var. Bir dənə 30 pul yığaq, sonra gedəcəm elə marketdən. Yəqin ki marketdə satırdılar da bu M762-nə. Yəqin ki. Nəysə, mən hələ də axtarıram. Super, əla özdə. Buradan alacağım. Bir dənə burada lazer satırdılar. Ayda yox, satmırlarmış. Pulum var əslində. Görüm şarjörümə baxım. Birində var, birində yox. Onda bir dənə də 50'li şarjör alacağım mən. Əla, mənə bu dəqiqə holodan zatdan nəsə lazımdır. 2x'im var, çünki 3x'dən 4x'dən getməyəcək bunlar. M762'lerimizin ikisini də aldıq. Mən hələ burada loot eləyəcəm. O birisi bir an girdik biz. Bax, bu birislərini girməmişik. Buralarda adam olsa yəni problem olmayacaq. Birbaşa vura biləcəyik. Axtardığımız silahı tapdıq. 36 nəfər var və 2 dənə də bot vurmuşam hələ ki. Mən tərfim açısını həm tamamlayacağam, həm də lazer. Qəşəng. Həm tərfim açısını tamamlayacağım, həm də ki winimizi alacağıq. Videomuza çıxardacağam. Aşağılar alanı keçməliyəm. Burada maşın var idi. Rota hara gedə bilərik? Bax elə buradakı marketdən məncə davam eləyə bilərik. Əgər orada adam olmasa, elə oradakı marketdən gedə bilərik. Bir də məndə tava var. Yəni lootum bu şəkildədir. Mənə bu dəqiqə bombam var. Skoplardan bax
məncə 4x-i, 3x qoyaq, 6x qalsın. Bir də ki, güllə məncə yetərincə çoxdur. Buradan mən sis almaq istəyirəm. 2 dənə sis, bir dənə də molotov. İndi onları yerləşdirmək qaldı. Bir dənə kit basaq. Sonra 6x qalsınmı? 4x-lə görsən davam eləyə biləcəm mən. 6x mi daha yaxşı yoxsa 4x mi? 6x məncə. Bilmirəm. Onca yaxın məsafəmiz var olmağına. Pul yığıb bir dənə susturucu ala bilərdik. Ha bax susturucu yaxşı olardı. Bunu da götürək. Yox, bir dəqiqə. Bunu ataq. Hələ də sizə yer yoxdur. Şu. Güllədə götürdük. Bir dənə susturucu alsaydım birində, M7 ilə susturucu zor gedir. Onda mən hələ də buralardayam. Yəni alan çox vurduğu andı ki, çıxmalıyam buralardan ki, həm tərfimatım getməsin, həm də ki, vinimiz əldən getməsin. Yenə deyirəm uşaqlar. Yəni kim ki videolarda qatılmaq istəyir, gələ bilər. Mənim üçün heç bir problemi yoxdur. Pulumuzu aldıq. 9. Bunu yemək yaxşıdır. 6x atıram. Yox, 6x ilə 6x mən aparamayacaq mən bilən. Buradan bir dənə pulumuzu bir dənə susturucu alacam otomatikə görə. Aydımı yazacağam yorumlara. Oradan mən ekləyib gələ bilərsiniz videolara. Çünki mənə arkadaş lazımdır ki oynayaq. Bir də oy canım çox gedir, çox gedir. Bir də gələnki videomuzdakı silaha da yazarsınız. Uşaqlar, səsim gəlmir bilmirəm. Bunları qaldırdım. Bunların hamısı öldülər birbaşa. Mən tez bazar alanı keçməliyəm ki, həm alan gəlir, həm də ki yaxşı bir yer tutmalıyım ki alandan. Mən bu marketə nəzər tuturdum. Ayda adam da var burada. Mən bu dəqiqə adam da var burada. Ay zibil. Ya biz nereye gitsek niye böyle oluyor ya? Çok pis oldu. Dəqiqə. Ayda, görmədim ki adamı. Bunların da səsləri mənim başımı qatışdırdı bütün. Nasıl oluyor bu? Yox, görmədim. Bunların səsləri çox. Mən bunların səsləri niyə açıq qoydum ki? Tərfimatım getdi. Yox, bir dənə korumam var olmağına. Onların üstünə maşınla gəldilər birbaşa. Onların hamısı öldü ölməyinə. Sakit durun da 2 dəqiqə. Bunların hamısı məni çaşdırdı. Onlar olmasaydı bəlkə də bina almışdı. Bəhanəyə boy bir dənə. Onda belləyək. Video hələ bitməyir. Birində oynayacağam. Takımla girirəm ki, mən öləndə bunlar qaldırsınlar. Takımla girirəm. Bunlar ölür, mən qaldırıram. Onları məsələn orada qaldırmasaydım, ya da tərfim açsındayıq hələ də. Yəni yanında qaqa 2 dəqiqə səbirli olun, qoymurları danışaq. Məsələn mən orada onları mən orada qaldırmasaydım, birbaşa alanı keçsəydim, adamı da bilərdim. Həm onların səsi də mən oyda bir nömrə maşına vay. Mən bir nömrə yanında gedəcəm ya da başım bırakın biliyorsun. Yəni onların yanında olmasaydım, onların səsi mənim başımı qatışdırmasaydı, bəlkə yəni win ala bilərdim. Amma adamlar çox güclüydülər. Çirmirlər 2 dəqiqə. Onda uşaqlar belə eləyəm, mən düşürəm birbaşa mitikçəyinə. Həm canlanma haqqımı heç istifadə eləmirəm mən. Yəni birbaşa buraları tullanıram. Bax buralar. Bunu tərpədəm. Nəsə Askey Husdu. Nə deyir? Oradan gedirəm birbaşa o bir tərəflərə. Yəni burada qəşəng bir kill almağa çalışacağam. Düz tərifdəyəm. Amma eyb olmaz. Buradan tullandım mən. Silah tapam. Silah. Oyun çox kasır. Adam gəlsə vuracam. Biz M716 ilə win alırdıq, Yadımdan çıxıb bütün. Yo, ya da uşaqlar moddu bura deyə, burada M760 kimi başını bıraxaq. Hələlik. Başını bıraxaq. Sonra şeylə bir dəqiqə. Canavar. Gəl, tutacam səni. Oyda, bir nömrə yol oldu. Gələn keçən vur, qoruyur bizi. Uşaqlar, hələlik oynayıram oynamağın, amma yəni burada ölsəm əgər, yəni o heç də M762-ni götürəcəyik, davam edəcəyik videomuza. Pomponu götürdüm, əyalı oldu da bu pomponu götürməyim. Sökəcəm buraları indi. Mənə pompalı versinlər, dursunlar qıraqda da. Mən dedim, məndə pompalı ola, bir dəfə də uduzduğum yadıma düşməyibdir. Bir dəfə da, bu alanı da təmizləyəcəm qəşəng. Lap alanı təmizləyəcəm. Təmizləsəm əgər, yəni buradan çıxdı yoxdur. Elə M762 zaman başımı bıraxacam bütün. Arxalı, bu mənlik deyil.
Mən yaxın fightda əgər uduzsaydım, o başqa məsələ. Amma bu arxaladı mənlik deyil. Gəlir. Gəlir. Uşaqlar qayıdaq M762-mizə. Yox, bab mən orada fight atsaydım, qarşı-qarşıya deyərdiniz ki, hə. Yəni bu uşaq boş-boşuna danışdı. Nə gəldi danışdı, hə, öldü də indi bu. Amma elə deyildi. İndi gəldi məni arxadan vurdu, mən onu görmədim. Çox pis oynadım. Mən niyə bir şey yoxdur orada. Özüm nə tez düz çıxartdım. Ya onda məni qəşəng bir dənə yer. Bax elə burdan lootumuzu yığarıq. Ayda, kaş elə əvvəldən bura düşərdim. Burdan qəşəng M700 adam var ala. Ay, adam var ala. Burada yoxdur da qaqa, siz yamsız, nə siz niyə hər yeri tutursunuz axı? Çıxın gedin, ay çatıya düşüm. Nə olar çatı? Oy, əla, zor oldu bu. Zor. Mən niyə danışmıram? Zor oldu bu nədir? Zor oldu mu? O bot idi yoxsa adam idi? Biraz gözləyəcəm. İnşallah bot olar. Deyim bir də araşdırmaq da istəmirəm tam. Bir də uşaqlar, nə deyəcəm sizə? İstəyirsinizsə əgər mən uzun videolar ata bilərəm. Yəni yarım saat, 40 dəqiqəlik videolar ata bilərəm əgər istəsəz. Adam imiş bu. Vura bilərəm, amma o çıxdı satıya. O görürsən mən görmüşdüm mənim gəldiyimi yoxsa necə? Qoy getsin. O məndən xəbər olmasın. Ya da bot taklit eləyə bilim. Yalnız onda da biləcəyəm. Mən yaş bot taklit eləyə bilmirəm çünki mən bot deyiləm. Bir dəqiqə çıxsın bir gəlsin bu tərəflərə. Qoy bax o çıxıldan getsin vuracam sırası onu. Qoy görmür o məni. O məni görmədiyi anda tullanacam çölə. Qolsuzam mən. Mən topal və qolsuz biriyəm. Mən əliləm. Ay da mən onu necə vura bilmədim. Çox pis oldu onu vura bilməməyim. Açıqlıqdan gedirəm. Bu yəni... Neyse. Botanmış. Bu bizi kaldırsın sen. Biz de oradan biz niye onu vurduk ki? Yadımdan çıxdı. Mən M762 ilə win alırdım. Ayda, bu da bot diye. Gəl indi bunun əlinə düş də, gələ. Bu da bu bot ölsün qəşəng. Ay yaxşı. Oy zibi. Ayda, bunda şey kasır. Mən nədir problem? Məndə 200 MS var. Onda mən hara gedim? Yəni necə alanı hara veribdi? Bax, logistik senterdən də gedə bilərəm shipyard. Oradan M4-ün başımırağı M7-yə olsa win alamadık birincisində. Ya daha şeyləmişik. Amma yox da, AKM ilə oynadıq, UMP ilə oynadıq, Scar ilə oynadıq, Pompa ilə oynadıq. M7 qaldı qıraqda. M7 tapsam M7 ilə oynayacağam oynamağına. Amma tapanmasam da elə belə başqa silahlarla. DP zat var orada, onlardan götürəlim bəlkə. Buna lootu da qəşəkdim. Bəsdir də dayda. Saçqırda da. Bildikdə sənin qəşək Lamborghini'm var. Neyse getdik. Qaqa xaşım saçdır day. O neydi la? Gəmi ilə gedir. Varlığa var bir dənə gəmi şeyləmir bu. Bir başa gəmi ilə düşür. Demir benzin zadı qutar. DP-ni götürüm əslində la. Oo, pompalı. Bax indi mən yaxın fight atım, görün mənim pompalı oynaşımı. Bura qoydu, yox. O əlindəki onun o təzə gələn silahdandısa bax o da qəşəngdir. Onunla da oynaya bilərdim. M7 tapamadım da M7-ni rədd eləmə tərəfə win alamadıq. Neyniyət day? Bir təfəlik olmaz. Onda buralarına M7 də yox, çıxmadı. Pompalı UMP ilə mənim uzağım da yaxşıdır əslində. Yəni UMP ilə uzaq vura bilirəm rahat. Bu dəqiqə, yəni uzaq silahım heç yoxdur. Əslində risk eləyərəm. Pompalı uzaq silah. Belə bir şey seçə bilərəm. Amma o da ki riskdir da. Deyirəm də riskdir. Ayda, mən videodan kənarı, mən tərifim açsındayım. Mən niyə belə açıqlıqdan gedirəm? Mən həqiqətən yadımdan çıxıb hər şey. Onda şeylər, mən haradasa pusmalıyam. Mən onda suyun o tərəfinə də keçə bilmərəm. Bax, orada kulübə var. Kulübədə biraz pusacam. Alan gəlməyinə baxacam. Birinci dəfə alınmadı tərifi. Yəni bundan sonra qoruma da yoxdur heç. Heç zətdə onda ancaq burada pusacam. Ha? Bot deyil. Onu iki dəfə səs eləməyindən bildim ki, bizi çağırdı şöyle gəlin bura. Şey, mənim yerim əladır burada. Bax, belə oturursan, qəşəng ləzzətlə. Bax, gələn gedən çak, bir dənə baygın, çak, bir dənə.
1v2 atmısan ki, ayağa qalxırsan belə tatakda, birinlə vurursan 1v3. Çıxırsan o MP keçsən, bir dənə belə drop shot atsan, alat 1v4. Kənardan maşın gəlir, bir dənə belə tok vurursan maşını. Hamısı yuxuda olar. Alanı bizdən çəkdi, amma indi çıxmaq istəmirəm. Qoy bu biraz da yaxına gəlsin. Bax haralarda gizlənə bilərəm indi. Bax burada üçlü evlər var ya, bax buralara girə bilərəm əslində. Orada da ki biraz açıqlıqdır. Buradan keçə bilərəm bu tərəfə. Bax bura. Buradakı o evin balaca bir yerinə gizlənə bilərəm. Oradan da. Keçərəm ya buralar, ya alanın verməyinə baxır da. Sadəcə məncə ən yaxşı yer. Bu dəqiqə yəni buralardır. Burada da kulübə kimi yerlər var. Buradakı kulübələrdə gizlənə bilərəm. Keçərəm ora, bir dənə baxım görüm adam zatı yoxdur. Təhlükəsizdirsə anlamam da yoxdur həm də. Təhlükəsizdirsə gedək. Biraz aha. Hardan buradan qabaqdan vurdular. Onu da biliyor. O qabağı şey eləmədən keçə bilsəm əgər. Buralarda yoxdur. Ehtiyatlı. Alana keçsəydim zor olardı. Adamı görürəm orada 3x'im var idi. Adam biri orada loot eləyirdi nəsə. Onu gördüm. Mesela alandayım, alanda olmadan mənə bir də kulübə lazımdır. Abi bir də bu kulübə zordur. Bura zordur. Burada gəlməyi görməsələr, bax buralarda zat adam olmasa zor olar. Bir dənə ölmədən keçə bilsəm bura. Süper. O bax burada da yaxşı loot var ha. Görün nə var. O M416. Yaxın silahdan önce pompalımız var da. Amma M4'ü uzağı, yəni bundan sonra alan çox daralıbdır. Yəni bundan sonra məncə M4'ü uzağı ihtiyacım olmayacaq. M4 götürə bilərəm əslində. Burada arxadan vuran var ya, kimsə yoxsa bizimkilərdəndir. Tıqırları cəmat bir-birinə. Mən burada pusmuşam əməlli başlı. Mən çətin çıxam, mən buradan çıxanmaram. Mən tərifidəyim, bəlkə tərifidən sonra başlayam nəsə oyuncular oynamağa. Yaxın silaha elə bax, bundan bu əladır. Ayda 4 nömrəni oradan vuran oldu. Bax orada biri var. Durub da orada biri düşdü getdi. Aha, bir nömrə ilə mən qalmışam. Hara çağırıq 10 saniyəlik vaxt qalıbdı ki. Yo çağıranlar. Şalar nə dedim? Sözümü bilmirəm dedim, demədim. Əgər məndən uzun videolar istəyirsə, yarım saatdır, nə bilim 40 dəqiqəlik, yəni çəkə bilərəm. Amma istəsəz də gəl. Deyirsiniz ki, mən qohumumu çağıracam, dostumu çağıracam, sinif yoldaşlarımın hamısını çağıracam. Yəni bir nəfərdən 30 izlənmə gəlsə əgər, o da 2 nəfər izləyəndə 60 izlənmə. Nəysə, yəni əgər çox izlənmə olsa 1000, 1100, 2000 belə izlənmə olsa, yəni problemi qaqa 2 dəqiqə dayan da. Yəni çəkərəm. Problem yoxdur yəni. Görəm adamı. Risk eləyib vuraram. O 2 nəfərdilər hətta. Amma qaçırtma ehtimalım da var. Bir nömrəni vururlar. Yox, vurmalıyım ki. 2-dilər onlar. Bunu çəkib vura bilərəm. Bunu vura bilərəm. Risk eləyim. Alo. Başqası vurdu. Bir dəqiqə. Görürlər onlar. Bir dəqiqə səs çıxartmaq istəmirəm. Zor. Süper. Baygınlarını çəkdim etsənsə. Oy Sibil. Yo. O məni necə gördü? Çox pis oldu bu. Kaş o məni görməzdi. Ayda. Bir kilə görə özümü risk... Tərfini keçmişəm. Əla süper. Adam azaldı. Tərfini keçmişəm. Bir dəqiqə. Mən buradan arxaya qasa bilərəm. Sim var. Ayda sim də yoxdur ya. Bura bombadan molotofdan nəsə atsalar. Bitirəm də mən. Bu daşa keçə bilərəm. Çıxıram. Vurma. Kör qalasan səni. Görmədi görməyinə. O adamın yerini tam görə bilərəm, görəsən. Hardadır o? Ona hasar verməyib, bir dənə badizad atdım. Ayda özü onu baymışdım mən. Onu 100% orada tutdular ala. Mən neyniyim? Bu daşın arxasından keçsəm. Hasar alsam da buradan keçəcəm. Yoxsa onlar getdilər ki oradan. Hasar almadıq deşə. Alana keçməliyəm. Alandakı, alan nə qədər uzaqdadır. Adam var burada. Beş keçim. Elə buradan keçsəm, məncə burada adam yoxdur ki. Adam gördüm. O məni görməsin, o kör qalsın. Kör qalasın sən. Məni görmə. Ayda, yo, buradan keçməliyik.
Bir nömrə alandadır, yox. Kör qalanmadı. Yox. Yox, öldüm onsuz ölməyini, yəni nəyi yox dediyimi heç mən də bilmədim. Yox, keçmişəm, tərfim açın keçsin. Onda bir nömrəni izləyək, görək bir nömrə nə edəcək. Özü də yaxşı oynayırdı, mən də pompalını istifadə edemədim. Ürəyimdə qaldı. Ayda, bunu da vurdular. Keçdik tərfini. Əla, super. Tərfini də keçdik uşaqlar. Onda deyirəm ki, bugünlük bu qədər olsun. Gəlin videoları görüşərik. Əgər belə uzun videoların davamını istəyirsinizsə, bir dənə like atmağı unutmayın ki, mən bilim ki, siz videoların davamını istəyirsiniz. Onda nəysə, mən çıxıram oyundan. Gedim dincəlim, videonu yüklüyüm. Siz də uşaqlar yoruma yazın ha. Yəni istədiyiniz silahı yazın. Yəni istəyirsiniz pompalı yazın, istəyirsiniz nə bilim başqa bir oyun adı yazın, mən onu da çəkə bilərəm. Ya da istəyirsinizsə belə problem yoxdur. Belə siz gəlin, sizlə birlikdə video çəkək. Nəysə, aidimi yazacağam, bir də istədiyiniz silahı da yazarsınız. Sağ olun, özünüzə yaxşı baxın. Mən çıxdım. Bay bay.